nə ilə bağlıdır? Qarabağın çətinlik çəkməsi bu il. Sözün açığı, Digər rəqiblər güclənir, belə konkret sual verəcəm. sözün açığı çətinlik, mən bilsən hansı nöqtədən yanaşmaq istəyirəm məsələyə. Bax, bu il limit yığışdırıldı çempionatımızda, düzdür? Amma keçən limit var idi. Bəli. Keçən ilki çempionatın deyə bilərik ki, məsəl üçün mən elə o sualı verin Azrakişə buradan, məsəl üçün mən də sizə sual vermək istəyirəm. Bəli. Deyə bilərik ki, keçən ilki çempionat bu ilkindən daha zəif idi, daha maraqsız idi. Bir mənalı şəkildə yox. Mən deyərəm ki, keçən ilki çempionat daha maraqlı idi. Razıyam. Arqumentlərim var, əsaslarım var. Məsələn, Qarabağ bu il niyə zəif oynayır? Daha çox zəif oynayır, yox, çətinlik çəkir. Birinci növbədə Qarabağ 2017-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında oynayır Ahmet. Çempionlar Liqası gəl nəzərə alaq ki, Konferans Liqasından da, Avropa Liqasından da ən az 2 dəfə ağır liqadır. Yəni biz heç vaxt Liverpoolla qarşılaşmamışıq, bu il Liverpoolla qarşılaşmışıq. Qarabağ heç vaxt itirmədiyi qədər güc itirib, enerji itirib. Yəni bu bir mənalıdır. Digər tərəfdən daha çox oyun sahə keçirib. Bu il liqa mərhələsində 8 oyun keçirib və ötən il məsələn liqa mərhələsində 8 oyun keçirmişdi. Artıq 3-cü, 4-cü turdan bilirdik ki, Qarabağın burada perspektivi yoxdur. Sonda da sonuncu pilləni tutdu. Amma burada sonuncu oyunlara qədər Qarabağ hədəfləri yerində qalırdı. Çox əla yerə toxundun. Məsələ ondan gedir ki, Qarabağın ilk 3 oyunda səhv 4 oyunda 7 xalı var idi. 7 xalı var idi. Yəni bu artıq komandanın tam olaraq köklənməsi, yəni çox düzgün yerə bu çox bir vacib detaldır. Bir çoxlarımız bunu unuduruq və Qarabağ sanki liqanı tamamilə qoydu kölgədə. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, hətta 2 oyunda hələ qalır. Qarabağ daha çox ora köklənib. Bu məsələnin bir tərəfidir. Əvvəlki illərlə müqayisədə bu il daha çətindir Qarabağ üçün. Digər tərəfdən biz deyirik ki, digər rəqiblərimiz güclənib. Bu günləri biz Sabah komandasını kənara qoysaq, Qarabağ bu qədər ağır qrafikə, çətin şərtlər altında, Sabah kənara qoysaq, digər rəqiblərindən yenə 10 xal qabaqdadır. Yəni əslində heç bir şey dəyişməyib. Sadəcə dəyişən Sabahdır. Sabahdır. Bir dənə Sabah komandası və nəzərə alaq ki, bu Sabah komandası Murad Musayevin dövründə də Qarabağa belə bir çətinlik yaratmışdı və ya Roman Qriqorçukun dövründə Qəbələ. Bəli. Qısa müddət 2 il ardıcıl, yəni belə nümunələr bizdə olubdu. Yəni yaxın keçmişdə olub. Samir Abbasovun Neftçisi çempionluğu aldı Qarabağdan. Roberto Bordinin Neftçisi Qarabağa müəyyən qədər çətinlik yaşada bildi. Yəni Qarabağ bu çətinliyi son dövrlərdə müəyyən qədər yaşadı. Burada 2 detal var. Bir Qarabağın bu il Avrokuboklarda son illər heç vaxt itirmədiyi qədər güc itirməsi, daha çox oyun keçirilməsi və daha nüfuzlu yarışda olması. Digər məqam Sabahın nisbətən digər rəqiblərlə müqayisədə güclənməsidir. Və bu da əvvəlki illərdə olan nümunədir. Yəni yeni bir şey deyil. Hə, çempionatımız harda güclənərdi? Məsələn, bu gün Qarabağ olardı 2-ci yerdə, amma 5-ci yer arasında 3 xal fərq olardı, 2 xal fərq olardı. Bu gün biz baxırıq ki, Qarabağ yenə Zirədən, Turantovuzdan, yəni bu gün Turantovuzun çempionluq iddiası var. Qarabağ bu qədər ağır şərtlər altında çıxış elədiyi halda yenə 10 xal Turantovuzdan qabaqdadır. Biz hansı halda deyə bilərik ki, liqamız güclənib? Bilirsən, xanoğlan, mən belə bir şey deyəcəm. Bəlkə də deyəcəklərim insanlarda biraz bilmirəm, indi bizi futbol ictimaiyyətindən də izləyənlər çoxdur. Bəzən insanlar ekran qarşısında əsasən də futbol nümayəndələrindən söhbət gedir. Belə deyək də, hansısa fikirləri deməkdə çətinlik çəkirlər. Amma biz əgər futbol camiası olaraq, bu mənim düşüncəmdir. Kim necə istəyir, necə fikirləşir, özü bilər. Məsəl üçün, mən heç bir zaman, nəinki futbolda, hətta normal həyatımda da, əgər sözüm varsa, haqq bildiyimi haqq, nahaq bildiyimi nahaq demişəm. Yəni, fərq eləməz, olduğum mövqeydən, situasiyadan asılı olaraq. Amma ona görə yanımızdasan, Sport Info TV-dəsən. İndi mən nə deyəcəm sənə? Sən çox sağ ol, danışa-danışa sən mənim ağlıma bir şey gəldi. Bax, çox maraqlı bir məqama toxundun. Qarabağ Xabaq çempion olmağa başladı. 2013-14 mövsümündəndir. Digər klubların haradasa Lənkəranın enişi, Bakının enişi. Bakı, Xəzər Lənkəran, Neftçinin Neftçi vaxtı, Inter, Simurq, Qəbələ 7 klub çempionluğu oynayırdı. Və bu 7 klubunda hamısının səviyyəsi 3 aşağı 5 yuxarı eyni idi. Hansı ki o klublar bir-bir aradan çıxdı, yəni aradan çıxdı deyəndə necə? Xəzər Lənkəran dağıldı, Bakı dağıldı, Simurq dağıldı, Inter adı dəyişdi, zəiflədi və rəqabət demək olar ki
yox səviyyəsinə çatandan sonra Qarabağ son 10, 12, 14, 15 ildə çempionluq uğrunda sadəcə ciddi rəqib olaraq bir komanda ilə mübarizə aparıb. Amma bu komandalar olanda Qarabağ çempion ola bilməmişdi. Ən yaxşı halda ikinci yerlə yəni çempionatı yekunlaşdırmışdı və hətta mənim heç vaxt yadımdan çıxmaz, mənim Premyer Liqada ilk oyunum Qarabağın çempionluq oyunu idi. 0-0 olan oyun İsmət Qayıbovda. İsmət Qayıbovda. Qarabağ Neftçi demək olar ki, ikinci heyəti meydana buraxmışdı. Bəli, yəni biz uşaq, yəni cavan heyətlə meydana çıxmışdıq. Inter çempion oldu. Qarabağ bizi uda bilmədi və Inter çempion oldu. Yəni söhbət ondan gedir ki, rəqabət. Deyə bilərik ki, bu belə deyək, rəqabətsizliyin sonu bizə möcüzələr yaşatdı. Bəli, Qarabağ. Onu da deyə bilərik, düzdür. Mən bununla da razıyam. Amma yəni görürsən biz nəyi söhbət açılırsa nələrə toxunuruq. Həm Qarabağ son 12, 13, 14 mövsümdə sadəcə bir komanda ilə çempion oldu. Adlar dəyişib, amma yalnız rəqabətdə bir komanda olur. Vəssalam. Bəzən heç o da olmuyor. Bəzən heç o da olmuyor, düz deyirsən.